İlk öncə şəxs əvəzliklərindən istifadə edək. Про меня mənim haqqımda, про тебя sənin haqqında, про него onun haqqında, про неё onun haqqında, qadın cinsi, про него kişi cinsi, про неё qadın cinsi, про нас bizim haqqımızda, про вас sizin haqqınızda, про них onların haqqında. Örnek verəsi olsaq, он часто рассказывает про меня. O tez-tez mənim haqqımda danışır. Я забыл спросить про тебя. Mən sənin haqqında soruşmağı unuttum. Она все время думает про него. O daim onun haqqında düşünür. Он nичего не сказал про неё. O onun haqqında heç nə demədi. Про неё, yəni qız haqqında, про него, yəni oğlan haqqında. Davam edək, bir neçə örnek daha verək. Они спрашивали про нас. Onlar bizim haqqımızda soruşurdular. Я часто думаю про вас. Mən tez-tez sizin haqqınızda düşünürəm. Ты слышал что-нибудь про них? Sən onların haqqında nəsə eşitmisən?